Deməli, salam əziz uşaqlar. Mürəkkəb feilləri izah edəcəm. Mürəkkəb feillər. Mürəkkəb feil nədir? Nəyə xidmət edir? Mürəkkəb feillər digər mürəkkəb nitq hissələrindən daha çox nə ilə fərqlənir? Bunlara baxacağıq. Birinci məsələ odur ki, mürəkkəb feillərdə daha çox ayrı yazılan sözlərə rast gəldik. Ayrı yazılılar söz birləşməsinə bənzəyir, amma mürəkkəb sözdür. Əsas məsələ budur. Ən çox 8-ci sinifin mövzularında söz birləşməsində qarışdırılan məsələ. Deməli, birinci nəyə baxacağıq? Deməli, uşaqlar, adlar, olmaq, etmək, eləmək və qılmaq feilləri ilə işlənərsə bu mürəkkəb feil sayılır. Yəni, dost olmaq mürəkkəb bir feildirsə, yəni bu bütöv bir söz deməkdir. Məsəl üçün, vəfat eləmək, vəfat etmək, kömək eləmək, çarə qılmaq, namaz qılmaq. Bunlar hamısı nədir? Bunlar mürəkkəb feildir. Hamısı bütövlükdə bir söz sayılır. Yəni, morfoloji vahiddir. Bu yadda qalsın. Bundan əlavə istisnalar nələr var? Bu feillər özləri qılmağı götürməyək. Bunlar olmaq, etmək, eləmək bəzən özləri müstəqil məna daşıyırlar. Hər hansı başqa bir sözlə ifadə edə bilirik. Məsələn, deyirəm, evdə nə edirsən? Uşaq deyir ki, müəllim, dərslərimi edirəm. Burada dərslərimi etmək deyə bir mürəkkəb feil yoxdur. Edirəm nədir? Yəni, yerinə yetirirəm, yazıram. Burada müstəqil işlənəcək, müstəqil. Həm də, baxın, burada mənsubiyyətli, hallı söz var, hal şəkilçili. Əsasən görürsünüzmü, burada nə var? Təmiz, şəkilçisiz sözlər var. Və yaxud da, məsəl üçün, olmaq feilini ən çox necə işlədirik? Olmaq feili yaşamaq anlamına gəlmiş olur, iştirak etmək anlamına gəlmiş olur. Deyirəm ki, bu günlərim iclasda oldum. İclasda oldum. Yəni, iştirak etdim. İşdə oldum. İşdə oldum. Və yaxud da, məsələn, deyirəm ki, Fidan bu binada olur. Yəni, nə olur? Bu binada qalır. Bu binada yaşayır anlamında. Və yaxud da, mən Gəncədə olmuşam. Yəni, Gəncədə yaşamışam və yaxud da Gəncədə gəzmişəm anlamında. Burada müstəqil olur. Bax, buradakı etmək, eləmək, olmaq feilləri müstəqil olur. Testlərdə qarşınıza çıxacaq və bunlarla bağlı qarışdırmayasınız. İkinci uşaqlar ayrı yazılan A şəkilçili feil, üstə gələk bilmək köməkçi feili. Məsəl üçün, yaza, deyə, oxuya, oynaya, gəzə, plus nə? Bilmək. Bunlar bütöv şəkildə bir söz sayılmış olacaq. Mən artıq sənin dediklərini anlaya bilirəm. Anlaya bilirəm də. Bütövlükdə nə olacaq? Xəbər olmuş olacaq. Anlaya bilirəm bir söz kimi götürüləcək. Cümlədə sadə cümlə üzvü olacaq, sadə xəbər olacaq. Niyə görə? Çünki bu bir sözdür, bir mürəkkəb söz olduğu üçün adi nitq hissəsi sayılır. Nitq hissəsi. Yəni, bu söz birləşməsi falan deyil. Anlaya bilirəm bir dənə söz deməkdir. İndi burada da belə bir şey çıxa bilər. Məsəl üçün, deyirəm ki, mən dərsimi bilirəm. Bu mövzunu bilirəm. Sənin dediklərini bilirəm. Buradakı bilirəm müstəqil olacaq. Niyə görə? Çünki A şəkilçili feil deyil axı. Burada dərsimi tamamlıq olacaq. İşlərimi tamamlıq olacaq. Çünki A şəkilçili feildən söhbət gedir. Elə olduğu təqdirdə buradakılar kimi nə olacaq? Mürəkkəb feil olmuş olacaq. Yadda qalsın. Növbəti məsələ, uşaqlar, ıb şəkilçili feil. Üstə gələk, bu 4 dənə feil. Bunlar bir yerdə işlənərsə, bir mənalı söz, yəni mürəkkəb söz sayılmış olur yuxarıdakılar kimi. Məsəl üçün, çıxıb getmək.
Gəlib çıxmaq. Və yaxud da çıxıb getmək kimi nə var? Çıxıb gəlmək də var. Ötüb nə var? Keçmək var. Ötüb keçmək. Və yaxud da uçub getmək var. Bunlar hamısı nədir? Ib şəkilçili feillər həmən bu feillərlə işlənərsə nə olacaq? Mürəkkəb feil olacaq. Bu da yadınızda qalsın. İnanıram ki, yaddan çıxmaz bir şey olacaq. Uşaqlar, dördüncü. Frazeoloji birləşmələr. Frazeoloji birləşmələr yadınızda qalsın. Ağlınızda nə qədər frazeoloji birləşmə varsa, hamısı nə sayılacaq? Mürəkkəb feil sayılmış olacaq. Ayrı yazılanlardan təbii ki, söhbət gedir də, frazeoloji birləşmələr onsuz da söz birləşməsi şəklində olur. Beşinci nədir? Uşaqlar, beşinci belə bir şey olacaq. Defislə yazılan mürəkkəb feillər. Hansılardır? Yaxın və əks mənalı feillərin birləşməsindən əmələ gəlir. Və bu necə yazılacaq? Defislə yuxarıdakılardan fərqli olaraq. Məsəl üçün, oxuyub yazmaq, yaxın mənalı. Oxuyub yazmaq. Deyib gülmək, yaxın mənalı. Gülmək. Gülüb danışmaq, yaxın mənalı. Əks mənalı, məsəl üçün, küsüb barışmaq. Küsüb barışmaq. Atılıb düşmək, hoppanıb düşmək və s. Uşaqlar, bunlar cümlədə belə də ola bilir. Məsəl üçün, çapıb talamaq necə feildir? Mürəkkəb feildir. Çapıb talamaq, çapdı taladı, yaxın mənalı feillərdən yaranır. Bu da bu formada düşür. Oğru evi çapdı, taladı. Və bizdə sual belə soruşulur ki, hansı cümlədə feil səhv yazılmışdır? Biz həmən buna baxacağıq ki, çapdı taladı, yəni çapıb talamaq necə yazılırdı defislə? Bu, hər zaman çapıb talamaq olmur. Bəzən çapdı taladı da ola bilər, bəzən belə də ola bilər. Oğru evi çapıb taladı. Yəni, bunun hər ikisi, bu da doğrudur, bu da doğrudur. Qarşınıza belə çıxsa, bunu qarışdırmayın. Uşaqlar, istisna hallarda bitişik yazılan mürəkkəb feillərə rast gəldik. Məsəl üçün, istiot sözündən istiotlamaq. Düzdürmü? Bəli, müəllim, düzdür. Sonra, sağ və ol sözləri var, görürsünüzmü? Birləşir, nə olur? Sağollaşmaq. Xoş hal sifətindən nə əmələ gəlir? Xoş hallanmaq. Xudahafiz sözü, xuda yaradan Allah, hafiz isə hifz eləyib qorumaq deməkdir. Xudahafiz mürəkkəb sözdür. Xudahafizləşmək nə olacaq? Bu da mürəkkəb feil olacaq. Kimi, yəni bu cür nələr var dilimizdə? Mürəkkəb feillər var ki, bunlar istisna hallarda ayrı yazılır. Növbəti məsələ uşaqlar 7. A şəkilçisi ilə, yəni bu cür şəkilçilərin feillərə qoşulması, daha çox nə düzəltməsi? Feili bağlama. Bunlar da mürəkkəb feil sayılır. Məsəl üçün, yaza səni dinləyirəm. Gülə danışırdılar. Qaça evlərinə getdi. Bunun zərf versiyasını sizə izah elədim. Bəzi sözlər var. Dönə, tikə. Sonra nə vardı? Dama və qoşa sözləri. Bunların kökündə feil olarsa, hərəkət anlayışı bildirərsə, feili bağlama olur. Baxın, deyirəm ki, tülkü ağacın ətrafında dönə qarğaya baxırdı. Buradakı dönmək varmı? Yəni bunu, baxın, A-ları araqla əvəz eləyəndə nə olacaq? Feili bağlama olacaq. Ana paltarı tikə övladı ilə söhbət eləyirdi. Tikərək söhbət eləyirdi. Kökündə tikmək var. Su dama göl yaratmışdı. Dammaq feili var. Arabanı qoşa
fit çalırdı. Qoşaraq fit çalırdı. Demək ki, bunların kökündə feil, hərəkət anlayışı var. Hərəkət anlayışı. Bəs hərəkət anlayışı olmayanda nə olacaq? Məsəl üçün, dönə-dönə. Nə bildirəcək? Feili bağlama olduğu təqdirdə dönmək söhbəti var idi. Amma dönməkdən yox, dəfələrlə söhbət gedirsə, bu artıq nə sayılacaq? Zərf olacaq. Məsəl üçün, dönə-dönə əvəz olunur nə ilə? Dəfələrlə sözü ilə. Bu zaman olacaq zərf. Məsəl üçün, mən bunu sənə dönə-dönə demişəm. Uşaqlar, dərsi dönə-dönə təkrarlayın. Dönə-dönə təkrarlayın yerinizdə quruq verərək deyil. Fırlanaraq deyil. Nədir? Yəni, təkrarən, dəfələrlə deməkdir. Tikə-tikə, qəssab əti neynədir? Tikə-tikə doğradı. Tikə-tikə doğramaq. Siz onsuz da bunun kökünə baxanda biləcəksiniz ki, qəssab ətini ətər tikə, iynə-sap götürüb ət tikəyir. Yox, demək ki, burada artıq tikə sözü özü kökdür. Dama-dama, məsəl üçün nə var? Dama-dama şahmat var. Burada artıq görəcəyik ki, biz burada dammaq feilindən, nəyəsə damcılar şəklində düşməyindən söhbət getmir. Və yaxud da qoşa-qoşa, uşaqlar necə oturmuşlar? Qoşa-qoşa oturmuşlar. Yəni, yanaşı oturmuşlar, cüt oturmuşlar. Bu formada artıq bildik ki, qoşmaq feilindən söhbət getmir. Bunlarla yanaşı uşaqlar, baxın, gilə-gilə sözü var. Uşaqların çoxu baxır, burada çaşır, a var, ə var, feili bağlama, xeyr. Sözün kökü gilədir. Sadəcə bunlar nədir? Eyni sözün təkrarıdır. Bu gilə-gilə sifəti meydana gətiribdir. Bir də ən çox buna çaşırlar uşaqlar. Asta-asta. Uşaqlar asta-asta hər zaman zərf olur. Zərf. Çünki sözün ilə kökü astadır. Bu nətər A şəkilçisi ola bilər ki, feili bağlama yaratsın. Uşaqların ən çox qarışdırdığı, testlərdə səhv yazıb, səhv gördüyü, elə testə baxan kimi gözü görür, sonda ə var, a var, götürür feili bağlama, sonra da nə olur? Maşının altı dəyir. Bunlara diqqət eləyəcəyik. 8. Ar, maz şəkilçiləri ilə düzələn nələr? Feili bağlamalar. Məsəl üçün, eyni sözə artırılacaq. Çatar, çatmaz. Gələr, gəlməz. Deyir, müəllim içəri gələr, gəlməz. Sürəyyan soruşdu. Və yaxud da, Sürəyya içəri çatar, çatmaz. Niyə gecikdiyini açıqladı. Uşaqlar çıxıb gedər, getməz. Uşaqlar çıxıb gedər, getməz. Nə olur? Müəllim kompüteri söndürdü. Nə zaman? Bunlar artıq feili bağlama olacaq. Bəzən belə bir şey var uşaqlar. Gedər, gəlməz sözü var. Gedər, gəlməz. Bu nədir? Bunu qarışdırmayaq. Gedər, gəlməz. Bax, biri getdi, biri gəldi. Bu bütövlükdə mürəkkəb isim sayılacaq. Sonra azmaz sözünün özü var. Uşaqlar bunu da götürürlər. Azmaz nədir? Zərfdir. Azmaz tanıyıram səni. Yəni, bu şeylərdə də diqqətli olmağınız mütləqdir. Uşaqlar, bir də kitabların bəzilərində rast gəlmədiyimiz, amma testlərdə qarşımıza çıxan bir məsələ var. Bu məsələ nədir? Önəmli məsələdir. 3 dənə ulduz çəkirik. Baxın, əgər məstər plus istəmək feili gəlirsə, bunu mən mürəkkəb feil kimi götürürəm. Çünki dimin testlərində bu cür sözlər bir dənə söz kimi təhlil olunur. Məsəl üçün, deyirəm ki, İbrahim sürətli oxumaq istəyirdi. Nə var? Oxumaq. Nə var? Plus istəmək. Bu nə olacaq? Bütöv bir xəbər olacaq. Bütöv bir söz olur. Və bu cür feillərdə, bu cür məslərdə özündən əvvəldə gələn söz tərkib neynəmir? Yaratmır. Çünki sürətlini biz ayrıca neynirik? Zərflik kimi götürəcəyik. Kim? İbrahim. Bax, bu məsələni xüsusilə yadda saxlayın. Çünki cümlə üzvlərinin təhlilində bizim qarşımıza çıxacaq bir 4-5 yer də kitablarda yoxdur. Belə. Zehniniz açıq olsun.